Velid ibn Ütbə Muaviyyənin qardaşı oğlu idi. Yezid Məlunun da əmisi oğlu. Hicrətin 60-cı ilində Mədinə şəhrinin valisi idi. O zaman ki Yezid Şam şəhərindən, yəni Dəməşqdən, Şamdan bir namə, bir məktub göndərmişdi. Bu məzmunda ki Hüseyn ibn Əlidən beyət algınan, yəni İmam Hüseyn əleyhissalam Yezid Məluna beyət eləməlidir. Əks təqdirdə, yəni beyət etməsə, beyətdən boyun qaçırsa, onun boynu vurulsun, qətlə yetirilsin. Bu əmri, bu göstərişi, məktubun məzmununu Velid İmam əleyhissalamın xidmətinə mülayimanə öz aləmində nəsihət edərək, yəni İmam əleyhissalamı çağırıb ki, ərz elədi. Allah rəhmət eləsin. Qumru Dərbəndi bunu nəzmə çəkibdir. Bu əmr-i pürxətərdə ey şahidin çox məlamət var. Bu əmr-i pürxətərdə ey şahidin çox məlamət var. Yaxandan əl götürməzlər, çətin işdir, siyasət var. Cahanda heç bir ümmət üçün iki Mövla imam olmaz. Təriq-ü rəsm-i adət var, mürüvvət var, şəriət var. Əgər ki müqtədasan, pişvasan, xəlqə rəhbərsən, o yanda neyniyim imamı, icma-i ümmət var, cəmaət var. Düzdür, İmam sənsən ya Əba Əbdillah, müqtəda, iqtida olunası kəs sənsən, insanlara gərək sən rəhbər olasan. Amma neyniyim, insanlar o tərəfdə, Şamda, Dəməşqdə cəm olublar. Muaviyyə oğlu Yezidi xəlifə qoyubdur. Yezidə vagüzar olmuş xilafət, ey şəhi ümmət. Bu mətləbdən əgər səndə bəraət var, nədamət var. İtaət eyləmək lazım düşüb həqqən ulul əmrə, əlində vali Şamın rəyasət var, imarət var. Ki bunların əqidəsi belə olub, indi də belədir ki, Allah ki Qur'an-ı Kərimdə buyurur, ətiullaha və ətiur rəsul və ulul əmri minkum, itaət eləyin Allaha, Peyğəmbərə və əmr sahiblərinə. Əmr sahibləri dedikdə bunların əqidəsi budur ki, hətta zalim, zülümkar, sitəmkar xəlifələr olsa belə, hökümdarlar olsa belə gərək onlara itaət olunsun. Amma bizim əqidəmiz budur ki, həmən ayədə ki, ulul əmrdən məqsəd məsum imamlardır. Həzrət Peyğəmbər əleyhissalamın vəsiləri 12 imamdır. İtaət eyləmək lazım düşüb həqqən ulul əmrə, əlində vali Şamın rəyasət var, imarət var. Cəlali Ali bu Sufyan tutubdur kulli afaqi, əsası təxti izzət var, hökumət var, vəlayət var. Özün fikr eylə gör, hifz-i bədən vacibdir ey Mövla. Bu əmrin axırında qətl-i qarət var, həlakət var. Və la tulqu bi əydikum, dəlilim ayə-i Qur'an. Qur'an-ı Kərimin Bəqərə surəsindən bir ayəni xatırladır öz aləmindəki, yəni İmam əleyhissalama Allah Teala həmən ayədə buyurur, bəla tulqu bə əydikum ki, özünüzü təhlükəyə atmayın. Yəni sən də ya Əba Əbdillah, əgər beyət etməsin, özünü təhlükəyə atırsan. Bəla tulqu bə əydikum, dəlilim ayə-i Qur'an. Sənə ey şahidin təklifi beyət var, itaət var. Əlacın beyət etməkdən səva yoxdur, gəl insaf et, təsəvvür qılma məndə özgə söhbət var, xəyanət var. O ki lazımdır ərz etdim mürüvvətlə, sədaqətlə. Özün muxtarsan, axır məzəllət var, şəhadət var. Bəli, ondan sonra İmam əleyhissalatu vəssalamın Vəlidə olan cavabını da mərhum Qumru Dərbəndi gözəl nəzmə çəkibdir. İmamın dilindən, o həzrətin dilindən ki, məgər məndən sonra bir kəsdə bu əmrə ləyaqət var. Nəcadımda nübüvvət var, vəsayət var, imamət var. Babam Əhməd, anam Zəhra, atam şiri Xuda Heydər. Desin hər kimsədə mən tək nəcabət var, şərafət var. Gəlibdir cəddimə Qur'an.
Kur'an benim babam peygambere nazil olubdur. Gəlibdir cəddimə Kur'an. Atam Kur'an-ı natikdir. O Kur'an sahibinden məndə şövkət var, səadət var. Rəvadır ki, ola tabi Kəlimullah Firavuna. Heç rəvadır ki, Kəlimullah olan Hz. Musa aleyhisselam Firavun məluna tabi olsun. Allah Teala buyurdu ki, İzhəb ila Firavun. Ya Musa get, innehu təqa Firavun tuğyan edir, get ona tərəf. Ona tabi olmadı. Baxmayaraq ki, Firavunun da ki ordusu, leşkeri, cahi celalı tutmuştu dünyanın alemi. Hz. Musa aleyhisselamın hiçbir şeyi yoktu. Rəvadır ki, ola tabi Kəlimullah Firavuna, qəbul etməz yəqin hər kimdə qeyrət var, şücaət var. Deyil layiq imamət eyləsin xəlqə zinazadə. Yezidin cəmbi zatında illət var, xəbasət var. Vəsiyi Mustafadır, Şah-ı Mərdan, Heydər-i Səfdər. Mənə o şahdan nəssi imamət var, xilafət var. Deyil hifzi bədən vacib mənə, var özgə təklifim. O ki mənə deyirsən özüm hifzi bədən vacibdir ey Mevla. Xeyr, mənə bu bədəni hifz eləmək vacib deyil. Deyil hifzi bədən vacib mənə, var özgə təklifim. Bu işlərdə mənə cəddim peygəmbərdən vəsiyyət var. Gərəkdir baş verəm ta cəddimin ümmətləri bilsin. Gərəkdir baş verəm ta cəddimin ümmətləri bilsin. Zəmin-i Kərbəlada pak türbət var, ziyarət var. Gələndə qəbrimin üstündə zəvvarım baxıb görsün. O türbətdə səfa var, ətr-i cənnət var, kəramət var.